Herkese salam dostlar, yepyeni Free Fire videomuzda da xoş gəlmisiniz. Bu dəfəki videomuzda da dostlar hesab incələmə olacaq. Abunəmin birinin hesabına daxil olaraq onun hesabında olan əşyaları sizlərə göstərmək istəyirəm. Həqiqətən də çox möhtəşəm hesabdır, özünüz də bəyənəcəksiniz. Bu arada dostunuz o hesabı satır, istəyən olsa buyura bilər. Videoya başlamazdan öncə kanala abunə olub videolara like atmağı unutmayın. Mənim əvvəl atdığım hesab tanıtım videosu olduqca izləndi. Çox böyük ehtimalda əksəriyyətin xoşuna getdiyi üçün izlədi. Ona görə də dedim ki, bu serinin davamını gətirin. Əgər bu videoya da ən azı 50 like gəlsə, bu serinin davamını gətirəcəm dostlar. Hazırsınızsa, gəlin başlayaq. Bəli dostlar, görmüş olduğunuz kimi artıq hesabdayıq. Dostumuz güvəndiyindən bizə birbaşa ana bağlantını verdi. Yan bağlantı verməsini tələb elədim ki, birdən Cemailin başına bir iş gələr. Amma güvəndiyi üçün bizə birbaşa ana bağlantını verdi. Yenə də eybi yox, təşəkkür edirəm. Amma dostlar, hesabı verəndə yenə də deyirəm, yan bağlantı verin. Yəni hər nə qədər də güvənli olsam da yan bağlantı daha önəmlidir. Çünki ana bağlantı bildiyimiz kimi elə Cemaillər var ki, həddindən artıq çox cihaz giriş edəndə birbaşa bloka düşür. Yəni ana bağlantının başına bir iş gələr, hesaba nəsə olar. Yəni bloklanar falan. Bu söhbətlərə görə məsləhətçi budur ki, hesab incələməyə verəndə yan bağlantı verməyiniz məsləhət görülür. Çox möhtəşəm hesabda, həqiqətən də özüm bəyəndim. Burada deməli dostlar old silahlar var, old ifadələr var, həqiqətən də çox möhtəşəmdir. Köhnə paslara baxmaq istəyirəm. Buradakı köhnə paslara baxaq dostlar. Deməli burada boya paslardan demək olar heç biri açılmıyor, amma köhnə paslardan dostlar baxın, demək olar fulldur. Dostlar bu hesab görmüş olduğunuz kimi 13-cü elifdən də aktivdir. Həqiqətən möhtəşəm hesabdır. Ona görə old ifadələr var. Demək olar bütün old ifadələrimiz var. İndi göstərəcəm. Hesab 74 səviyyədir. Əslində qalsa belə hesab dostlar. Mənə elə gəlir 80 səviyyədən aşağı olmamalıdır. İndi ən azından dostumuz gücü çata bildiyi qədər kasıb. Baxın bu Drakon AK Evo'dan belə güclüdür, Evo'dan belə möhtəşəmdir həqiqətən də. Amma heyif ki vaxtlıdır, 20 günü var. 11 ədəd Scar desenimiz var, görmüş olduğunuz kimi dostlar. Ən yaxşısı elə budur və ən old olanı da budur. Nəcəb bunu kuşamayıb. Çox böyük ehtimal gücünə görə kuşamayıb, çünki isabətliliyi var bunun. 8 ədəd Grozamız var dostlar. Bu Grozanda zaten bilen bilir, bu olduqca olddur. Hardasa 2022 ya 2021'də gəlmişdi bu Groza. Famas Evo'dur dostlar. Hətta indirməmişəm, onu bir indirim. Dostlar, əgər bura qədər gəlmişsə və abunə olmamışsa, abunə olun, çox şey qaçırdacaqsınız ona görə. Çünki çox möhtəşəm videolarımız gələcək. İndi hələ ki məşğulam deyə video atmağı gedişdirirəm. Baxın, burada belə bir 10 ədəd Famas deseniz var. Zaten Famas çox istifadə olunan bir silah deyil, amma burada Evo olması çox möhtəşəmdir. Çünki Evo Famasın Evo'su çox gözəl bir şeydir. XM8 Kar Fırtınası Savaşı. Baxın bu da möhtəşəmdir. 7 ədəd XM8, 7 ədəd AN94, 3 ədəd plazma. AUG'umuz isə bu AUG hər hesabda yoxdur dostlar. 2022-ci ildə, bəli baxın burada da qeyd olunub, 2022-ci ildə oyuna gələn AUG desenidir. Hansı ki bu AUG deseni hər hesabda yoxdur. Bu AUG-dan məndə də var. Cristiano Ronaldo'nun AUG-udur. Amma baxın, bax bu yoxdur. Bu ən çox sevdiyim AUG-dur və ümumi bunda kuşanıb həqiqətən dostumuz ağzına dalın bilir. Parafal 5 ədəddir, yalı çapqanı 2 ədəd. Zaten bu silahlar çox universal bir silah deyil, istifadə olunan silah deyil. Bəli, ən çox sevdiyim dostlar, ən çox sevdiyim silahdır bu. Daha doğrusu silah desenidir M14. Hesabınızda əgər belə bir M14 deseni varsa, bunu da kuşanmırsınızsa nə deyim də vallahi da, yəni sözüm yoxdur. Atış hızı 2-dir. Təsəvvür edin, rəqibin qaça bilmə ehtimalı 0-dır da. O divar qoyana qədər siz onu zaten çoxdan öldürmüş olacaqsınız. SKS 7 ədəd. SKS çox oynandığını düşünmürəm bu arada. Oynayan varsa kommentə yaza bilər. Çünki SKS ilə demək olar çox az kill alıram mən. CVD çox möhtəşəm silahdır, amma heyif ki çox deseni yoxdur. Ağac Kakan. Bu arada CVD-yə Evo gəlsə çox mükəmməl olar ha. Yəni mən özüm şəxsən alaram o CVD-ni. Çünki CVD-ni çox oynadıram. Ağac Kakan. 6 ədəd görmüş olduğunuz kimi Ağac Kakan desenimiz var. At 84 ədəd. Winchester heç Winchester'ın başını buraxın. 5 ədəd burada M249 desenimiz var. M60 isə baxın Atölye, ən çox sevdiyim Atölye deseni hansı ki bu hesabda var. Həqiqətən bu hesabı bəyəndim. Bu arada qiyməti videonun sonunda sizlərə deyəcəm. Ona görə də videonu axıra kimi izləyin dostlar. Əlaqə nömrəsi istəyən də olsa kommentlərə buyura bilər. 2 ədəd kodumuz var görmüş olduğunuz kimi. Oldum MP-miz var. Zaten bunu bilən bilir. Hasar 2-dir. Evo'dan belə yaxşıdır. MP5. Bu MP5'i heç görməmişəm axı. Belə MP5 olur. Taçlı Zafir. Mən bundan görməmişdim dostlar. Bu nə vaxt gəlib? Olddumu, yenidirmi? Bilən varsa kommentə yaza bilər. 5 ədəd VSS desenimiz var. Oyda MP40'ın bax bu deseni var ha. Yəni
Evo'dan qat-qat üstündə dostlar. Biri budur, Poker MP40-dır. Yəni sarı, göy, yaşıl. Baxın, bu MP40-lar əgər hesabda varsa, bilin ki, o hesabın Evo'ya ehtiyacı yoxdur. Daha doğrusu Evo MP40-a ehtiyacı yoxdur. Həqiqətən də çox möhtəşəm bir silah desenidir. Mən özüm şəxsən bunu bəyənirəm. 8 ədəd burada görmüş olduğunuz kimi P90 desenimiz var. Hansı ki, burada old P90 deseni görmürəm. Standart hamısı. Zaten bu silah, nə bilmə, ölüb bu, bunca bastıranı yoxdur. Thompson 8 ədəd desenimiz var dostlar. Baxın, bu atölyəni həqiqətən bəyənirəm, amma yenə də ev olduğu üçün dostumuz bu evonu kuşanıb. Bir dənə də atölye var bu arada. Bənövşəyi rəngdə, belə kristallik formada da, o da otdu. 2021-2021-ci ilin, 2020-ci ilin daha doğrusu deməli desenidir. Amma o hər hesabda olmur. Mənim bir dənə hesabım var idi, onda var idi. Ondan sonra başqa heç bir hesabda görməmişəm o deseni. Həqiqətən çox nadir bir şeydir dostlar. Vector 4 ədəddir. Makon. Bu Makon deseni artıq standartlaşmağa başlayıb. Biri budur, baxın, biri də bu. Demək olar hər hesabda var. Amma mənə elə gəlir ən old olanı budur. İsabətliyi də 2-dir. Məncə düzgün seçim edib dostumuz. Bizon görünüşlərinə gəldiksə, baxın, bu da elə belə görünüşə bənzəsə də nadirdir. Çünki hər hesabda mən bunu görməmişəm. Yəni bu hesabda var, bu hesabda olması yaxşı bir göstəricidir. Pompalı tüfənglər, 8 ədəd pompalı tüfəngimiz var. Zaten dostumuz yəni bol ola gedib başqa evon kuşanmaz hər halda. Splash'ı keçək, zaten o silahdan heç xoşum gəlmir. 8 ədəd deseni var idi. M1887, baxın, bunu zaten bilən bilir, bunu danışmağa ehtiyac yoxdur. Bunu da bilən bilir, bunu da danışmağa ehtiyac yoxdur dostlar. Bunların ikisi də old və dəyərli silah desenlərimizdir. Şarj bozanın Magetli. Magetli 6 ədəd dostlar, şarj bozanın isə 2 ədəddir. Elə belə desenlər deyə göstərib vaxtınızı almaq istəmirəm. AVM 5 ədəd, K98 5 ədəd, M28B isə 3 ədəddir dostlar. M24 4 ədəd desenimiz var. Bu da deyəsən elmas vurmadan alınan bir şeydir. Etkinlikdən alınıb çox böyük ehtimal. Şifra tüfeği və VSK. Nəysə, keçdik dostlar Desert Eagle. Desert Eagle görünüşünə gəlincə isə, baxın, bu görünüş demək olar ki, çox hesabda var. Bu isə boy yapasındır. Dostumuz bunu alsa çox möhtəşəm olar həqiqətən də. Çünki Desert Eagle heç vaxt boy yapasa gəlməyib, özü gözəldir görünüşü. Məncə bunu almağa dəyər. Alsa yaxşı olar. G18, baxın, Cristiano Ronaldo'nun G18'dir. Bu da hər hesabda olmur dostlar. Həqiqətən nadir bir şeydir. Çünki Cristiano Ronaldo'nun artıq belə deyək də oyuna lisansı bitib. Ona görə də Cristiano Ronaldo'dan qalan bütün əşyalar artıq tarixə qovuşmaqdadır. Ona görə də belə şeylər hesablarınızda varsa, bunların qədrini bilməlisiniz. M1873 2 ədədi. Bu zaten çox istifadə olunan silah deyil. M500 ekip çarpışmasının ilk belə deyək də ilk turunda istifadə olunan silahdır. Demək olar çox şəxs istifadə edir. 7 ədəd deseni var, görmüş olduğunuz kimi. FF bıçağı 2 ədəddir. Zaten yaxşı olanı kuşanır. Yaxınlardan da baxın bunlar var, görmüş olduğunuz kimi. 16 ədəd tava, 18 ədəd pala, beyzbol sopası 15 ədəd, katana 3 ədəd. Bunlar deyəsən olddur, səhv eləmirəmsə olddur. Baxın, bu da olddur, köhnənin bir şeydir. Dostlar, yumruqlara gəlmiş olanda isə burada 3 ədəd yumruq görürəm və zaten old olanı kuşanıb. Dostumuz deyəsən köhnə əşyaları biraz takıntılıdır. Ona görə baxın, bu yeni gəlib, bunu alıb, halal olsun. Bu da yeni gəlib, bu da dəyərli bir şeydir, bunu alıb, halal olsun. Neysə, davam edirik dostlar. El bombaları 24 ədəd muhafız duvarımız var. Həqiqətən də bu mənim bəyəndiyim muhafız duvardır dostlar. 2022-ci ilin yenə Rampage güncəlləməsində, update'ində gələn divar idi. Dostlar, ümumilikdə gəlin baxaq görək nə qədər burada silah deseni var. Tümü 412 ədəddir. Silah kasamız 412 ədəd silah sayısına malikdir. Bunlardan ikisi kadim, yəni Evo. Kadim dedikdə Evo başa düşün. Bunlardan ikisi kadim. 60 ədəd mitik, yəni atölye tipli silahlar nəzərdə tutulur. Destansız sadə silahlardır, amma elə deyək də vuruş effekti olan silahlardır. Daha doğrusu ölüm duyurulu olan silahlardır. Nadir isə sadə, yəni ölüm duyurusu olmayan, effekti olmayan sadə silahlardır. İndi isə dostlar, gəlin keçək kasaya. Kasaya daxil oluruq. Əvvəla kasanın öz sayısına göz gəzdirdiyimizdə 532 ədəd olduğunu görürük. Yəni belə çıxır ki, bizim kasamız nəyi var? Doludur, fulldur. Zaten old hesab olduğu üçün 500 kasa, hələ 500 kasa bunun üçün azdır da. Gəldik saçlardan. Saçlarda dostlar, görmüş olduğunuz kimi 225 ədəd saçımız var. Hansı ki, old saç nə var? Hamısı var demək olar. Çox möhtəşəm hesabdır. Həqiqətən özüm bəyəndim. Hesabım olmasaydı bu hesabı alardım da. Həqiqətən çox möhtəşəm hesabdır. 225 ədəd saç var. Aşağıdakı saçlar elə belə saçlar deyə zaten ulduzlanmıyor. Ulduzlananlara əsas göstərirəm ki, vaxtınızı almayayım. Dostlar, görmüş olduğunuz kimi maskalardan da bunlar var. Zaten ən dəyərləri bunlardır. Mənim hesabımda deyəsən budur, kuşandığım bu idi. Amma bu daha dəyərlidir. Baxın, bunu bilən bilir. Bunu vaxtı ikən biz rank jetonu ilə almağa çalışırdıq. Özdə rankı da çox idi deyə, daha doğrusu jetonu çox idi deyə ala bilmirdik. Çətinliklə alırdıq. Neysə, dostumuzun kombinin dağıtını yap. Yəni
Düzdür, icazə versə də, amma yenə də kombinə olduğu kimi qalsın. Yəni özü bilər, öz hesabıdır. Sadəcə hesabda olan əşyaları sizlərə göstərməyəcəm. Baxın, bu əfsanəsi olan Alok saqqalı bu hesabda da var. Baxın, oğru maskası. Bu belə var hesabda. Old Pass'ın başlıqları və s. hər bir şey var dostlar, görmüş olduğunuz kimi. 43 ədəd üz boyamız var. Hansı ki dostumuz ən dəyərli olan kuşamız. Zaten üz boyası hesablarda çox olmur. 532 ədəd kasamız var. Qara bədənimiz, qara bədəndə deyəsən. Hə, bəli, qara bədəndir. Nəysə, kombini geri qaytaraq. Görmüş olduğunuz kimi dostlar, burada bir xeyli old elitdən qalma paltarlar var. Həqiqətən çox möhtəşəm hesabdır. Bu elit pas cəhətdən, yəni köhnə elitlər açılıb deyə hesab çox möhtəşəm hesabdır. Bunlara baxanda keçmiş zamanlar yadıma düşür. Yəni bu qədər. Keçdik dostlar şalvarlara. 313 ədəd şalvarımız var. Bilmirəm, mələk şalvar var. Yəqin ki, yoxdur, hər halda olsaydı kuşanardı dostumuz. Yəni zaten köhnələrə daha çox takıntılıdır. Çox böyük ehtimal ki, olsaydı kuşanardı. Ona görə də mələk şalvarı axtarmırıq. Baxın, bu şalvarı bəyənirəm həqiqətən, çox qəşəng şalvardır. Biri də bu. Bu da 11 taydır, sadəcə bunun qara variantıdır. Hardasa baxsaz tipləri eynidir. Aşağıya enəndə dostlar, baxın, burada old şalvarlar hamısı var. Demək olar ki, hamısı var. Sadəcə mələk şalvarı və s. Baxın, bunlar çatışmır. Bir də Runavay. Runavay deyəsən bu hesabda yoxdur. Runavay olsaydı hesabın dəyəri əməlli başlı artacaqdı. Yox, təəssüf ki, Runavayımız yoxdur. Amma nədir, mən belə hesabdan gözləməzdim. Runavayın olmaması belə hesabdan gözləməzdim dostlar. Nəysə dostlar, gəlirik ayaqqabılara. Ayaqqabılarda da baxın, ağ ayaqqabı var, Astro ayaqqabıları var. Həqiqətən baxın, biri bu, biri də bu dəyərlidir. Vietnamka baxın, bu yaşıl 2 ədəd Vietnamka dəyərlidir. Dostumuz bu karsinli olan kuşan. Maraqlıdır bu nəyin Vietnamkasıdır belə. Nəyə dəyərlidir bunun? Çox maraqlıdır. Hər halda bildiyi var. Özü də köhnə oyunçusudur. Tez bir şəkildə ifadələrə keçirəm dostlar. Baxın, bu old ifadə çox möhtəşəmdir. Karate. Demon dans varsa artıq hesabı heç göstərməsəm olar. Zaten Demon dansın nə qədər dəyərli bir şey olduğunu özünüz bilirsiniz. Ürək ifadəmiz, bəli, həmin o məşhur filmdə olan o səhnə, La Casa de Papel'də, baxın, bu səhnəni bilən bilir zaten. Onu oyunda gerçəkləşdirməyə çalışıblar. Selfie hər hesabda yoxdur uşaqlar. Heç mənim belə hesabımda o selfie ifadəsi yoxdur. Baxın, bu old elitin ifadəsidir. Gülmə ifadəsi. Baxın, bunlar həqiqətən də çox möhtəşəm hesabdır. Hesabı çox bəyəndim. Həm kasa cəhətdən, həm ifadə cəhətdən çox möhtəşəmdir dostlar. 2 ədəd gəliş animasyonumuz var. Biri budur. Bu deyəsən təzəpüşmə bir şeydir. Bəli, yeni çıxıb bu. Bu amma olddur. Düzdür. Müəyyən zaman aralığında otomata gəlsə də, yenə də ən azından öz köhnəliyini qoruya bilir dostlar. Dostlar, gəlirik kolleksiyaya. Kolleksiya bölümündə 126 ədəd çanta, 90 ədəd haqlama, nə deyirlər buna, yadımdan çıxdı, neysə. Yağma kutusu, bəli, yağma kutusu, yağma kutusu. 104 ədəd paraşütümüz var. Zaten paraşüt çox da dəyərli deyil, yəni dəyərli paraşüt olduğunu düşünmürəm bu paraşütlər arasında. Düşmə effektimiz var dostlar. Çox bəyəndiyim düşmə effekti bu arada. Çox möhtəşəm bir şeydir həqiqətən də. Dəyərli dözdə. Hansı hesabda varsa bilin ki, o hesab artıq baha bilinməzdi. 129 ədəd kaykayımız var. Kaykay deyirlər değil mi? Hə, göy taxtası. 129 ədəd. Zaten düşmə effekti varsa o birisləri heç istifadə etməyə dəyməz. 20 ədəd baxın burada old mahnılarımızdan var. Hansı ki o 2020-ci ildən qalma mahnılar var dostlar. Bu hesab həqiqətən də çox möhtəşəm hesabdır da. Yəni hər tərəfli. Baxın, bu mahnıları kolleksiya olaraq yığır ha. Baxın, bunlar özü belə ayrılığında öz dəyərlərini qoruyurlar. İllər keçdikcə hətta dəyərləri artırlar. Antikvar bir şeydirlər. Araçlara gəlincə, baxın, burada 8 ədəd aracımız var. Neysə, bunlara çox baxmayaq, çünki orada dəyərli maşın olduğunu düşünmürəm. Sadəcə profillərə baxaq və videonu sonlandıraq, çünki video çox uzun gedir. Artıq belə sizin vaxtınızı almaq istəmirəm, videonu uzun eləmək istəmirəm. Burada görmüş olduğunuz kimi sonra 345 ədəd profilimiz var. Zaten ən üstdəkilər ən dəyərliləridir. Neysə, gəldik bura. Bu deyəsən sancaq deyirlər də buna, hə? Profil üçün sancaq, ya da nə desəz. Hal-hazırda 498 ədəd, yəni yuvarlaq ədədlə desək, 500 ədəd sancağımız var. Həqiqətən də çox möhtəşəm rəqəmdir. Mənim hesabımda belə 400-dür, 400-dən o tərəfə qalxa bilmir. Amma bu hesabda 500 ədəddir. Həqiqətən çox möhtəşəmdir, möhtəşəm bir rəqəmdir. Baxın, bütün old sancaqların hamısını ulduzub. Çox maraqlıdır ki, bu sancağı niyə ulduzlamamısan? Yəni, bundan old nə ola bilər? Ha, yox, var imiş, bundan old var imiş, sözümü geri alıram. Dostlar, bu arada hesabın qiyməti cəmi 120 manatdır. İstəyən olsa kommentə buyura bilər.
Nəysə dostlar, bugünkü videomuzda da bu qədər. Sağ olun, salamat qalın. Kanala abunə olub videolara like atmağı unutmayın. Dediyim kimi, əgər bu videoya ən az 50 like gəlsə, bu serinin davamını çəkəcəm. Sağ olun, salamat qalın.